Dəyərli izləyicilər, bugün 28 may metrosu Gənclik Parkının yaxınlığı Ceyhun Hacıbəyli küçəsində 2-dən 3-ə düzəlmə, tam təmirli və əşyalı, çox gözəl və maraqlı bir mənzil təqdim edirəm. Keçək mənzillə tanış olaq. Qeyd etdiyim kimi, mənzilimiz 106 kvadrat, tam təmirli, əşyalı bir mənzildir. Mənzilimizin gözəl şəhərə dəniz istiqamətinə mənzərəsi var. İndi isə mənzilimizlə tanış olaq. Bura qonaq otağıdır. Kuxna stüdiya bir mənzildir. Mətbəx avadanlıqları hamısı Boş firmasına aiddir. Şəxsi istifadə üçün təmir olunub. Demək olar ki, yaşayış olmayıb. Kimə maraqlıdırsa, ətraflı məlumat üçün şərh bölmələrinə yazsın və yaxud da ki, videonun sonunda qiymət haqqında məlumat verilir. Bəyənməyi unutmuruq. Əsas üstəgəl düyməsinə basaq. Niyə? Çünki bu səhifədə daim təmirindən, yerindən asılı olmayaraq maraqlı mənzillər təqdim olunur. Və yaxud da ki, Telegram səhifəmizə keçid edib orada məlumatlar ala bilərsiniz. Gözəl mənzərəli 425 min olan 2-dən 3-ə düzəlmə mənzil təqdim olundu.